Mingəçevirdə yerləşən Milli Qəhrəman Natiq Qasımov adına 4 saylı orta məktəbdə Qəhrəmanlar Unudulmur devizi altında tədbir keçirilib. Tədbiri gənc yazarı, Mingəçevir Yazıçılar Birliyinin üzvü şairi Nərmin Əliyeva hazırlayıb. İştirakçılar əvvəlcə Milli Qəhrəman Natiq Qasımovun büstünü ziyarət edib önünə gül düzüblər. Tədbir Milli Qəhrəmanın adını daşıyan orta məktəbin akt zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə Natiq Qasımov adına 4 saylı məktəbin direktoru Zaur Müseybov çıxış edib. O belə görüşlərin məktəblərdə keçirilməsini, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyinin göstəricisi olduğunu vurğulayıb. Milli Qəhrəmanın qardaşı Nofər Qasımov tədbir iştirakçılarına öz ailəsi adından təşəkkür edib. Gənc yazar Nərmin Əliyeva Qəhrəmanlar Unudulmur adlı tədbirin keçirilməsində əsas məqsədin şəhidlərimizin keçdikləri ömür yolunu bugünkü və gələcək nəsillərə çatdırmaq olduğunu bildirib. Bu tədbiri keçirməkdə əsas məqsədim gənc nəsillərə vətənpərvər ruhda böyütmək, gənc nəsilləri vətənpərvər ruhda tərbiyələndirməkdir. İstəyirəm ki, gənc nəsillərimiz milli qəhrəmanlarımızı tanısınlar, milli qəhrəmanlarımızın vətən uğrunda necə canlarından keçdiyini, vətəni necə sevdiyini görsünlər və onlardan, milli qəhrəmanlarımızdan gənc nəsillərimiz nümunə, örnək götürsünlər. Qeyd edək ki, tədbirdə Natiq Qasımov adına orta məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, şairlər iştirak edib. Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş Qəhrəmanlar Unudulmur adlı tədbirdə şagirdlərin hazırladığı ədəbi bədii kompozisiya nümayiş etdirilib. Elvin Qudrətov, Rahim İbrahimoğlu, Bugün informasiya proqramı üçün.